Bəzi vətəndaşlar ümumi yaşam xərclərini qarşılayacaq qədər gəlir əldə edə bilmədiklərindən şikayətlənirlər. Xüsusilə bahalaşma tendensiyası fonunda narazılıqlar yaranır. Bu da cəmiyyətdə əmək haqqı məsələsinin daha geniş müzakirəyə çıxmasına səbəb olur. Qeyd edək ki, hazırda ölkədə orta aylıq əmək haqqı 1084 manat, minimum isə 400 manat olaraq müəyyən edilib. Bir ailənin normal yaşaması üçün nə qədər vəsaitə ehtiyac var? News 24-az xəbər verir ki, qlobal infaza danışan iqtisadçı Emin Qəribli deyib ki, bugün bir yerdə çalışmaq kifayət etmir. Ümumiyyətlə, gündəlik gediş haqqı, istirahət, uşağın təhsil xərcləri və s. nəzərə alınarsa, kifayət qədər vəsait olmalıdır. Elə iş seçməliyik ki, xərclərimizi qarşılaya bilək. Digər tərəfdən qiymətlər hər il artır. 15-20 il əvvəl hansısa avtomobil modelini 20 min dollara almaq olurdusa, indi bu mümkün deyil. Həm dollar, həm də manata dəyərləndirsək vəziyyət dəyişmir. Azərbaycanda daxili iqtisadiyyatın mühüm hissəsini artıq özəl sektor təşkil edir. Adi vətəndaşların, istehlakçıların müəyyən orta səviyyədə maaşı formalaşıb. Bəziləri çox gəlir əldə edə bilsələr də, başqalarında bu alınmır. Maaşın az olması ilə bağlı kimisə günahlandıra bilmərik. Çünki kapitalizm dövründə yaşayırıq. Yaxşı yaşamaq xərclərimizdən asılıdır. Konkret rəqəm demək olmasa da düşünürəm ki, bir ailənin normal dolanması üçün ayda təxminən 3000 manat civarında gəlir olmalıdır.